Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizə test toplusundan faizə aid məsələlərlə bağlı olan 80-ci sualın izahına baxacağıq. Bu sualı müxtəlif üsullarla müəllimlər həll edib qoyurlar. Mən də fərqli başqa bir üsul demək istəyirəm. Demək, bu məsələni mürəkkəb faiz artımı düsturunun tətbiqi ilə həll eləmək olar. Baxaq, burada mürəkkəb faiz artımı düsturunu biz SN bərabərdir A vurulsun 1 plus P bölünsün 100 üstü N. Mürəkkəb faiz artımı düsturu budur. Yəni, tutaq ki, bankla bağlı məsələlərdə artım olan məsələlərdə bunu plus kimi, azalma olanda minus kimi verə bilərik. Tamam, bizə burada məsələdə nə deyir? Deyir, 24 litr təmiz spirtlə dolu qabdan müəyyən miqdarda spirt götürüb qabı su ilə doldurdular. Alınmış qarışıqdan yenə həmin miqdarda götürüb qabı su ilə doldurduqdan sonra qarışıqda 64 faizli məhlul alınır. Demək, bu düsturu biz ora tətbiq eləsək necə olacaq məsələ? 24 təbii ki, məhlul budur, ümumi məhlul. 1 minus P bölünsün demək 100 üstü 2. İş 2 dəfə görüldüyünə görə, yəni proses 2 dəfə getdiyinə görə üstündə 2 yazırıq. Bərabərdə olacaq 24-ün, daha doğrusu 24-ün nədir? 64 faizi. Çünki bizə məsələnin sonunda deyir ki, nədir? 64 faizli məhlul alınır. Burada biz hər iki tərəfi 24-ə ixtisar eləsək, bölsək bərabərliyin hər iki tərəfini və bunları da ixtisar eləsək 4-ə 16 bölünsün 25 bir sözlə 1 minus P bölünsün 100 kvadratı bərabərdə 16 bölünsün 25 və buradan alırıq ki 1 minus P bölünsün 100 bərabər olacaq 5-də 4-də. Deməli, və bu tənliyi biz həll eləsək, alırıq ki, buradan P bərabərdir 20 alınacaq. Və bu, hər dəfə qaba nə qədər su töküldüyünü tapmaq üçün də biz 24-ün nə etməliyik? 20 faizini tapmalıyıq. Yəni, 24-ün 20 faizini tapsaq, bölək 100 bərabərdir nə qədər olacaq? 4,8 olacaq. Deməli, hər dəfə qaba 4,8 litr nədir? Su tökülürmüş. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.